Əvvəla salam. Mən Qasımova Aytac Nizami qızı. Ağcabədi rayonunda anadan olmuşam. Özüm hal-hazırda Ağcabədi rayonu Bazar Üstündə işləyirəm. Hörmətli Mehriban xanıma başda olmaqla dövlət orqanlarına üzümü tutub sizdən xahiş edirəm. Mənim bu şikayətimi nəzərə alıb mənə kömək eləyəsiniz. Mən anamın pensiya kartı ilə və özümün maaş kartımla birgə müəyyən məbləğdə banka qoyub kredit götürdüm və üstün düzəldərək işlədiyim pulla 19 min əldə elədim. İstədim ki, bir dənə evim olsun, evladımla orada xoş yaşayım. Şirkətlərin birində telefonda baxanda şirkətlərin birində gördüm ki, qəşəng ev şəkilləri qoyulur və paylaşılır və burada deyilir ki, torpaq sizdən, ev tikmək bizdən. Mən bu şirkətin biri ilə Alfa Tikinti Təmir şirkətlə danışdım və bu şirkəti işlədən, aparan Rızayev Pərviz Asəfoğlu idi. Mən bu Pərvizlə danışdım dekabrın 30-u günü. Mənə əvvəlcə dedi ki, ilkin 10 min verirsən, sonra da ev qutaranacan hissə ödəyirsən. O 31 dekabr 30-u günü dekabrın 30-u günü gəldi Ağcabədi rayonuna və orada Asan Xidmətdə mən ona 10 min verdim. Sonradan ancaq ki bunu 3 aylıq mənə dedi ki, borc müqaviləsi kimi ver. 3 ay ərzində martın 21 günü bayramı sən öz evində keçirəcəksən. Mən bu pulu notarial qaydada verdim və Ağcabədi rayonunun Asan Xidmətinin həyətində mənə dedi ki, bəs Aytac xanım, sən əgər 10 min ya 9 min də versən, mən sənə 2 mərtəbəli evi çox ucuz qiymətə tikib verəcəm. Həm də ilk Ağcabədidə ilk ev tikdiyimizə görə sizə endirim edəcəyik. Mən müəyyən qohumlarımla danışdım və biraz da borc xərc tapıb mən buna 9 mini də verdim. Beləliklə 19 min mən bu şəxsə pul verdim. O mənə dedi ki, inşallah ki, mən Türkiyədən material gətirirəm. Yanvarın 5-i günü Ağcabədi rayonunda olacam. Pərviz Rızayev Asəfoğlu getdi Bakı şəhərinə. Əsli də bu insanın Naxçıvandandır. Bu gedəndən sonra yanvarın 5-i günü oldu. Mən buna zəng elədim ki, bəs Pərviz bəy harda qaldınız? O dedi ki, narahat olma, materialı maşına yükləyirəm. Bir gün belə keçdi, gəlmədi. Yanvarın 5-i oldu, gəlmədi. Səhərsi günü telefonundan zəng çatmadı. Aradan 2 gün keçəndən sonra mən buna dayanmadan yığıb və yazıram. Bu isə mənə cavab vermirdi. Sonra 2-3 gün aradan keçəndən sonra bu şəxs mənə təzədən yığdı ki, bəs Aytac xanım, narahat olma, yol gəlirik. Materialı yığmışam, materialı göndərirəm. Saat 9 olardı. Saat 9-dan sonra mən bu insana nə qədər zəng elədim, telefonuna zəng çatmadı. Sonra saat 5-də mənə götürdü, əzilmiş bir maşın şəkli atdı ki, bəs mənim maşınımı vurublar, başıma iş gəlib. Sabah inşallah gələcəm. Səhərsi günü mənə böyük bir maşında 3 dənə armatur göndərdi. Mənə də dedi ki, sənə materialı göndərirəm. Material da 3 dənə böyük bir maşın idi və bu maşının içində 3 dənə armatur idi. Mən buna üzək baxdım ki, bu insan məni aldadır. Mən buna sakitçiliklə dedim ki, Rızayev Pərviz Asəfoğluna ki, mənim pulumu ver. Ya mənim evimi gəl tik, ya da mənim pulumu qaytar. O da dedi ki, heç nədən narahat olma,
sənin pulunu qaytarıb verməsəm, mən şərəfsizəm. Yəni bunun bütün səs kayıtları da var, səsləri də var. Hamısında yəni boynuna alır ki, bəli, mən sizə Aytaç xanıma 19.000 vermişəm. Sonra səhərsi gün mənə dedi ki, zəng elədi mənə, dedi ki, Aytaç xanım, sənin əlin hara qəlbidirsə, apar ora qoy. Mən sənə heç nə vermirəm. Azərbaycanda heç kim mənə heç nə edə bilməz. Mənim atamın uşaqlıq dostu var 37-ci bölmədə, Bakı şəhərində. Yəni ki, əlin hara qəlbidir, apar ora qoy. Mən bu sözləri eşidəndən sonra bizim Ağcabədi rayon polis şöbəsinə getdim və başıma gələnləri dedim. Polislərimiz birinci əldə dedi ki, Rzayev Pərviz Asifoğlu'nun qarşısına stop qoyduraq. Və səhərsi günü polis mənə zəng elədi ki, bəs Rzayev Pərviz Asifoğlu Türkiyəyə qaçanda hava limanından tutmuşuq. İndi hal-hazırda o insan 3 aydan artıqdır içəridə yatır. Ancaq ki, heç 1 manat da pul ödəmir. Yenə dediyim kimi o mənə deyir ki, əlin hara qəlbidir, apar ora qoy. Mən sizdən xahiş eləyirəm, üzümü tutmuşam dövlət orqanlarına, mənə kömək eləyəsiniz. Mənim bu işimə baxasınız.